qulaq pərdəsi əməliyyatı təhlükəlidir? Sırf qulaq pərdəsi ilə əlaqədar bir əməliyyatda xəstə ilə ilgili çox bir ağırlaşma olmur, heç bir təhlükə olmur. Yəni sadəcə ola biləcək ən ciddi ağırlaşma qoyduğumuz o qığırdağın tutmaması ola bilər. Yəni qulaq dəlik qalma ola bilər. Qığırdaq bəs hardan qoyulur doktor? Qulağın özündən alınır. Hansı hissəsindən? Ya traqal alırıq, qulağın iç tərəfində bu tərəfindən, ya da konkal qulağın arxa tərəfindən alırıq. Əməliyyat müddəti nə qədər çəkir? Ortalama 45 dəqiqə ilə 1 saat arasında dəyişir. Sadəcə tibbi timpanoplastika dediyimiz qulaq pərdəsi əməliyyatı. Xəstə evə nə vaxt buraxılır bəs? Eyni gün əməliyyatdan sonra eyni gün evinə gedə bilər. Ağırlaşmalar necə doktor, ola bilərmi? Yəni sırf qulaq pərdəsi əməliyyatında bir ağırlaşma gözləmirik. Dediyim kimi ola biləcək ən ciddi ağırlaşma qoyduğumuz o qığırdaq tutmaya bilər. Yəni bir dənə o var. Onun dışında xəstədə hər hansı bir fəsad gözləmirik. Tutmama ehtimalı nə qədərdir doktor? %70